Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve huve hayru nasirin ve mu'in. Qalet Fatime salamullah aleyha fece'alel imane tethiren lekum mineşşirk. Xanım Fatime Zəhra vaxtı varid oldu məscidə. Şəbhay güzəştə ərz eləmişəm. Xutbə-i fədəkiyyədə istədi mərdumi əhkamın yadına sala. Buyurdu yalandan namaz qılmayın. Allah namazı qərar verib ta siz Allaha bəndəlik eləyəsiniz. Ta siz təkəbbürdən fasilə açasınız. Bir adam namaz qıla, mütəkəbbir ola faydası yoxdur. Buyurdu fəcə'ləl imanə təthirən ləkum minəşşirk. Allah bizə imanı qərar verdi, bizi şirkdən pahliya. Allaha şərik qərar verməklikdən pahliya. Ta gəlir getirir bura. Vəl ədlu tənsiqən lil qulub. Ədalət camiədə riayət olsa, qəlblər təskin tapar. Bir dənə oğrunun əlin vırsala, mərdum söynər. Mərdum deyərlər, baba, bir nəfər vardı ki, bu ədalət riayət edir. Yoxsa görürlər, aparanla işləri yoxdur. Qarət eləyənlə işləri yoxdur. Deyərlər, kim kimədir? Hərə bir yandan aparır da. Bu ixtişaşat-ı əxirdə, Caddə Savədə dostların biri deyir, girmişdi bir nəfər Furuşqah Rifaha, Buxarı qazını atmışdı, kürəyini aparırdı. Dedim, xanə bərbədədə və bilsən ağı bu sənin deyim, bunu hara aparsan. Dedim, məmləkətdə hamı oğrudur, bizdə biri. Qərar ola deyək, hamı oğrudur, bizdə biri. Daha heç daşın üstündə bənd almaz. Ədalət gəlib ta qəlblər bir-birinə yaxın olarlar. Xanım buyurdu ki, ədalətin mənisi budur ki, qəlblər bir-birinə yaxın olar. Ondan sonra xanım buyurur ki, vəl cəhadu izzən lil İslam. Cəhad izzət gətirər. Düşmənin qabağında durmaq əziz elər adamı. Məntəqədə əlan İran vaqən əzizdir. Baxma düşmənin hartı burtuna. Sən bax Əfqanistana, bax Ərağına, bax Suriyəsinə, bax Pakistana, Hindistana dövrəmizdə maşallah bu sirvətmən keşvərlər kamısı dövrəbərimizi alıblar. Biri-birindən gözəl. Dünyanın əbər qudrəti əlan cüzü keşvər əvvəldir silahda. Yəni əgər bu İranın iqtidarı olmaya, şəhidləri olmaya, Sərdar Süleymanisi olmaya, qurtlar bizi 5 günə yeyib qutarardılar. Amma buyurur xanım Zəhra vəl cəhadu izzən lil İslam. Əgər siz cəhad sizlərdə ruhiyyəsi olsa, izzət tapacaqsınız. Və illa əgər cəhad olmasa, Ərəbistan kimin olacaqlar? Amerikanın durərsiniz qavə şirdeyi, inəyi süt verir. Onlar da sağırlar, ha vaxtda sütü qutuldu, başını kəsəcəklər. Buyurur vəl əmru bil ma'ruf məsləhətən lil ammə. Buyurur hamımıza əmr bil ma'ruf vacibdir. Məddaha şairə gərək mənim suxanranlığımın pəyamı ola, Nohaxanın şeirinin pəyamı ola, şairin şeirinin pəyamı ola, cələsənin xurucusu ola. Nəinki yığılaq bir yerdə, biraz ağlayaq, duraq, dağılışaq. Əsən biz bilək ki, buradan çıxdıq, bizim qəlbimizə məhəbbət Əbi Abdillah əyləşib. Buradan çıxdıq, səyləyəcək yalanı qoyaq kənara, səyləyəcək gözümüzü kontrol eləyək, səyləyəcək Əli ibn Əbi Talib kimi zində canlıq eləyək. Və səbr-u məunətən əla isticabil əcr. Buyurdu, əgər səbr eləsə, çox adam tez istərə puldar ola. Adamlar var, görürsən, höylündən düşübdü həlim qazanığın içinə. Oğul vardı, qoldu kuyusta başına bir böt qoydular. 5 dəqiqə konferans verdi. Səndən bir gecədə bu maşını alarsan 5 günə, bu həyat alarsan. Qorpuzu verdilər qoltuqlarının altını. Bir nəfər deydi, Həzrət Abbasacaq, qoldu kuyusta başıma bir böt qoydular. Gəldim, beçara dədəmin inəyin oğurladım, apardım, satdım, verdim qoldu kuyusu. İndi də dədəm oğuru axtarır. Mən satdım, onu verdim ora. Dədəm indi doğrusunu tapanmır. El oğulların dabanın çəhdilə kəlləsi üstə vırdılar yelə. El oğullar el tayfasından şərməndilədilər. Bu səbr ilə pullanacaqsan da, sən dədün hardan gətirmişdi, o birisi hardan gətirmişdi. Allah ruzu resandı. Həram qoymaz ində canlı. Qahəm məndən xəbər alanda, hadi bizə bir nəsiyyət deyirəm, amma mən deyirəm, babi nəsiyyət deyirəm. Amma məndən sənə bir dənə sifariş, səylə halal çörək yapar övbə. Heç iş görmə, halal çörək. Halal çörək yapar, uşağın da baş aşağı olar. Mühəccəb olar, özündə namaz qılan olarsan, təmiz olar zindəcanlığın. Halal çörək getməsə heç dadın dərdə dəyməz. Qərar ola, biz zədobəndlə puldar olaq, kulahbərdarlıqla puldar olaq, sirvətmənd olaq, filan maşını filan ayağının altında görəndə ağzımızın suyu axa, bilməyək. Bu o töz neymətdə və başı bir dolandır, bax da, bax gör Allah nə mənə verib səni. Gül kimin uşaq verib, tərəf milyardı xəşliyir, o uşağın tayını tapanmır. Amma Allah müftü mətcanı verib səni. Sihəti səlaməti veribdi.
Oğul vardı, əlan kolyeləri işdən çübdü, bir dənə məsələn peyvəndi vurublar, fəqət boxoru nəmir, yol gedir ki, ölməyə. Zindəcanlıqda, səhət bədən, balatərin neymətdən adam qədrin bilmir ki. Buyurur, vəl ihsan və birrul validin viqayətən minəs-səxət. Allah niyə deyib dədənənizə xidmət eləyin? Allah niyə? Mənə niyə deyib dədəvə xidmət elə? Bərain ki, deyir, qiyamətdə, cəhənnəmdə otun içinə getməyəsən. Bəhanul Allah səni bağışlıyor. Amma gəliblə neyniblər? Gəliblə əlam bu projəni götürüblər ki, ağa biz nənəni neynirik, dədəni neynirik? Əsən izdivacın mənisi nə mənədir? Yavaş və izdivac hayı sefit yola düşüb. Hər kəs arada tutdu, qolnamə elədi. Ondan sonra xoşunu əlmədi, ötürsün bir ayrısını tutsun. Ondan sonra onlardan uşaq toğlid olacaq. Bilinmir dədə kimdir, nənə kimdir. Lan Fransada nənənin adını götürürlər. Deyirlər, validə yek valididir. Nənə yoxdur. Dərhal ki, İslam deyir, bir heç ziri payı madəranız. Deyir, o nənün sözünə bax, o nənün qədrin bil, o nənün əlin öp, nənün xulqiyyatın müntəqil olacaq sənə. Buyurur, əgər istəyirsən xanım Zəhra burada Allah vurub dədənənizə xidmət edin, istəmir bir cəhənnəmə gedək. Və Allah mənim dədəmin də Allahıdır da, onu elə yetirər mənə yetirən yerdən. Amma Allah istəyir mənim əlimlə yetirə, məni cəhənnəmin otundan qutara. Allah istəyir dədəmə xidmət eləmək, mənim əlimlə ola, Allah onun səbəbinə məni cəhənnəmdən qutara, qoymayan mən gedəm cəhənnəmə. Buyurub, niyə silə-i ərham deyiblə gedin familizə baş vurun. Gitməyələn yavaş-yavaş da millət xalı oğludan, dayı oğludan, bibi oğlu. Bunlar da tanımırlar. Yavaş-yavaş fəqət telefonda görəndə xətmidə zatda sağ ol, bibi oğlu keyfində qutulur. Yavaş-yavaş münhəsir olur. Famillər bacı qardaşı. Əmidir, xaladır, yavaş-yavaş yaddan çıxıb. Xalıya 5 il gedib baş vuranımız yoxdur. Və silətul ərham mən matən lil ədəd. Burada silə-i ərham eləyin, qoy nəsliləri çoxalsın da. Bayaq mən bura əlində binən məddahlan bir kilip yolladı. Sətil aşqalda, qərə plastikin içində səs gəlirdi. Oğlan film bərdarı idi. Yavaşca götdü, açdı, gördü bir dənə uşaqdı qoyub sətil aşqalın içinə. Gör bu insan nə qədər pəst ola, öz uşağını apara, atı sətil aşqala, dur əsu gedə, it gətirə saxlaya. Gör bu insan hara qəhqərayı hərəkət edir, niyə dal-dalı gedir, niyə insaniyyətdən fasilə açır. Bunlar hamısı, bu da Allah'tan fasıl olsun, qurtlar adamı yiyərlər. Əhl-i beytidən fasıl açasan, nabud olmalısan. Ali Muhammeddən kənara giri eləsən, evin yıxılmalıdır. Xanım Zəhra burada silə-i ərham elin, qoy nəslüz bərəkətdə olsun. Hələ əl-am cürdür. Bir dənə qələs siyasəti ki, götdülər, millət kətlərdən çətdilə töhdülər, hara? Şəhərləri. Biz 700 metr həyat kətdə ötürmüşük, burada pənahəndə olmuşuq 50 metr öbə, 100 metr öbə. Qoymayıblar, uşaq gətirməyin ha, onun çörəyini aradan gətirəcəz. Allah Quranda buyur, baba sənə rəbti yoxdur. Sən uşağı gətir, uşağın çörəyini mən verəcəyəm. Ruzusu mənim əlimdə, sən niyə qorxusan? Sənin də çörəyi mən verirəm, uşağın da çörəyini mən verirəm. Sənin haqqın yoxdur, bəhanəyə fəqr uşağı aradan aparasan, öldürəsən. Sənə kim icazəni verir? Buyurur, niyə gətdilər, çəhdilər, töhdülər mərdumi şəhərləri. Bir dənə uşaq, o uşaq da gedibdi, məsələn, danışqahın nənə olub, divana, başına hava gəlib, əfsurda olub, hələmından belə rəvan pezişkilər dolacaq, dəlxanalar dolacaq, mərdumun başına hava gələcək. Niyə? Yavaş-yavaş mərdum ki, təh qaldılar, təh qalan adam görəsən stres tutdu, əfsurda oldu, quşa gir oldu. Nə ər sahab çıxır, nə uşaq qaldı orada. Odur xanım Zəhra buyurur, silə-i ərham elin, qoy nəsli çox olsun. Nəsli çox olsa, şadımanı çox olar da. Qabaq biz 9 dən uşağıdıq, heyyət idi gözümüzə. 9 dən uşaqdıq. Bizim öydə həmişə vırsındırdı. Keyfidir bizim öydə. Səfa. 6 bacı, 3 dənə qardaş. Məgər biz də oynamaqdan, qaçmaqdan, oynamaqdan yorulurduq. İndi bir dənə uşaqdır, görürsən elə bir milçək davası vurubsan uşaq. Baxır göyə. Mamanı nə görməyib ki, və nəvanı harada qoyurlar, orada qalır elə. Bir dənə də quşalı bəlinə. Səhər bu yekəldə nə olacaq? İşdir. Döhtür olsa gic döhtür olacaq. Mühəndis olsa gic mühəndis olacaq. Mallı olsa gic mallı olacaq. Ha, bir şey olmaz uşağımın, məğli işləmir ki, uşaqlıq eləməyib. Hələ təzə 40 sinində uşaqlıq eləyəcək, qaçacaq o yan bu yana. Odur, xanım Zəhra buyurur, silə-i ərham nəsli çoxaldar. Vəttəqullahəl-ləzi təsaəlunə bihil-ərham. Buyurdu, qorxun Allah'tan, Allah silə-i ərhamdan sizdən xəbər alacaqdır. Buyurdu, qisas. Allah niyə qisası verib? Niyə deyir, qatili öldür? Qərbidə deyir, ama öldürmə, 100 nəfər də öldürüb sal zindana, biz bunu öldürməyəcəyik. Cani heyvandır da o.
Terahhüm ber pelenge tizdendan setemkari buvet ber gusvan. Ötürersen ayrısını öldürerdi. Buyurur kısas. Biri ki senin əzizini öldürüp ona İslam getirip kısas koyup. Niye? Bunun neçə dənə hüsnü vardı. Kısasın ve evvel kısası heknal ettima. Kanlar alınar, ürəklər təskin tapar. Birin oğlunu öldürüp, onun əvəzində qatil öldürürlər. Öldürməz hələ, o qatil deyər öldürməyə gider bir ayrısını da öldürər. Bir ayrısını. Amerikada oğul var 50 nəfər, 100 nəfər, 200 nəfər adam öldürüp yatıb orada. Eşiyə çıxır birini öldürür. Ders ibret olar eşikdəkilere. Ders ibret olar. Eğer bu cərimələr olmasa mərdum məcər maşını 120'den sürerler. Sen şansı bir gün deyərlər, bir həftə götdük bu cərimələri. Eşqüz nəzirçə. Gör 300 dənə gedən olar. Gördüm pıraydına göynəm budur getdi kimin. Pırayda da tutmaq olmaz ha. Pırayda bu cücüğüne bakma. Qəvitərin motormun üstündədir. Nisbət bir bədənəsi. Ona göre hanım Zehra buyurur ki Allah kısası karar verdik. Kunrizlikten, davadan, adam öldürmelerin qabağı alına. Ve Allah katili kısas eləməzlə çıxıb eşyamının tayfası vurup onu öldürəcək. Onun tayfası vurup bunu öldürəcək. Allah kısası karar verdi ta kunrizliklərin qabağı alına. Odur hanım Zehra-i Mərziyə buyurur əhkamın fəlsəfəsi var. Hərdən vaxtın olanda aç, fəlsəfəsinə bax. Niye namaz qılırıq? Bəran ki çevirdən hop namaz qılıram. Oruç tutaram, Allah'ımla dostluq elərim. Bu günlərim eşq idi. Əxəvanı xidməti, əxəvanı dərdayı. Bu gözəlliyə bərnaməni ildə 5 gün bərqərar edirlər. Aşıqan Əbu Abdillah eşqinə huzur tapırlar. Elhamdülillah. Yəni bunu heç qiymətə cəmaatı bura yığmaq olmaz. Çox yerdə əlamaq gələcəkdə intixabat. Şam verəcəklər, bir adam yığanmazlar. Şam verəcəklər. Hələ neçədən də aparırsın. Mərdim deyir, ey baba, vel eşq ol. Amma bir eşq xanım Zəhra Şamın da yeyib öyündə deyir, qoy gedim orada Hacı İsfəndiyarı oxuyacaq, filan oxuyacaq, Hacı Nadiray Cəvad oxuyacaq, Ətabək Abdullah oxuyacaq, Hacı Behzaday Həsən oxuyacaq, ərz be huzur, Hacı Rəsul, Hacı Cəvad Rəsul oxuyacaq, Hacı Müəzzin danışacaq. Bax, bunlar hamısı eşq idi bizim ürəyimizdə. Allah bu eşqi aləmi qəbr-i qiyamətdə də bizim əlimizdən alma. Allah biz bir eşqi xanım Zəhra-i Mərziyə bura cəm olmuşuq. O xanım ki qaldı dəru divar arasında, qolusundu, qabırqasısındı, İslama xatır səsi çıxmadı. Əmirəl-Mominin də səsi çıxmadı. Bəli, bir dənə də səmənd, sarı səmənd, 62'ti, qəribə yerdə verdi, nayət danışmanı mənə. 463, İran 68, məhəbbət buyurun, ağalı hər kəsində bunu cabit eləsin. Xub da elə biz elə bundan artıq bizə çatmaz. Mən üçün Hacı İsfəndiyarıya qol vermişdim, 2-3 dəqiqədə o qolumdan keçdi. Bir dənə ərbabımıza səlam verir, ta insanlar az nəfəsə gərmi. Hacı İsfəndiyarı əzizəm istifadə eləyə. Hər yerdə sən ərbaba, bu günlərim cümə gününün axşamıdır. Allah inşallah bir Qəmhay xanım Fatimə Zəhra İmam Zamanın fərəcində inşallah tezlikcə zuhurunda təcil eləsin. Esselamu aleykə ya Əba Abdillah və ələl ərva'illətin Hələt şahid İmam Zaman burada deyə qəşəh salam mirağıva və ələl ərva'illəti hələt ifnaik aleykə minni selamullah əbədə ma bəğitə وبغي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم هر يردسن السلام على الحسين İnşallah hareminde Hüseyin ve ala auladil Hüseyin ve ala ashabil tamam serdarlarımızın tarafından Serdar Süleyman'ın tarafından ve alel Abbasil Hüseyin her yerde sen canım Hüseyin